Salam Tural bəy. Artıq iki ölkə arasında yaşayırsınız bir müddətdir. Hansı ölkə yaxşıdır? İsveçrə yoxsa Almaniya? Əvvəla salam və bu mən sizin verdiyiniz suala iki aspektə cavab verərdim. Birinci aspektdə məsələn sizin əgər yaxşı bir təhsiliniz var və digər peşəniz var, bu peşə İsveçrədə çox axtarılır, tələb olunan peşədir və bundan yaxşı gəlir əldə edə bilirsiniz. Onu mən İsveçrəni seçərdim, amma unutmayın ki, İsveçrə bahalı bir ölkədir və burada evdir, qida məhsulları Almaniya baxdıqda çox bahadır. Və bu, yəni əgər İsveçrədə tək şəxs yaşayırsa, onda o biraz ucuz ola bilər. Amma iki nəfərdən bir nəfərin işləməsi biraz həyat şəraitini çətinləşdirə bilər. Qaldı, amma Almaniya baxdıqda Almaniya daha çox sosial bir dövlət, sosial demokratik bir dövlətdir və bu dövlətdə daha çox sizin dövlət tərəfindən endirimli bir məktəblərdir, uşaq bağçalarıdır. Deyək, bunlar məsələn Almaniyada daha ucuz və əlverişlidir. Bir də sizin orada peşənizə normal şəkildə yaxşı qiymət veriləcək. Yəni bunu unutmayın. Yəni o demək deyil, Almaniyada tələbat var, burada yoxdur. Yəni sizin peşəniz əgər Almaniyada varsa, deməli onların xərcləri ilə də normal ödəniş alacaqsınız. Yəni sadəcə bunu qabaqcadan eləməmişdən qabaq fikirləşin ki, sizin gələcəyiniz gəlirlə nə qədər gəlir, nə qədər çıxacağınız olacaq bu dövlətdə, bunu hesablamağı unutmayın. Ən əsası budur.